20 min nəfər əhalisi olan rayonda qan plazmasında anti-A və anti-B antiteli olan insanların sayı 3200-dür. Biz bilirik ki, qan plazmasında anti-A və anti-B antiteli olan insanlar birinci qan qrupudur. Birinci qan qrupu insanlarımın sayı deyir ki, 3200-dür. Sonra deyir ki, əgər A antigeninin rast gəlmə tezliyi B antigeninin rast gəlmə tezliyindən 2 dəfə çox olarsa, A antigenimi və B antigenimi yazıram. B antigenimi bir x ilə işarə etsəm, A antigeninin rast gəlmə tezliyi də B-dən 2 dəfə çox olduğu üçün 2x şəklində yaza bilərəm. Deyir ki, onda bu rayonda insanların neçəsi A antigenini daşıyır? Mən bilirəm ki, A antigenini daşıyan insanlar ikinci qan qrupudur. Bunu AA ilə və heterozigot olan 2A0 ilə qeyd edə bilərəm. Və dördüncü qan qrupu olan AB qan qrupudur ki, A antigenini daşıyır. Heterozigot olduğuna görə yenə də qarşısında 2 yazıram. Deməli, bunların bizdən sayını soruşur. Əvvəlcə mən birinci qan qrupumun, yəni 3200 nəfərin rast gəlmə tezliyini tapıram. Bunun üçün nə edirik? Biz 3200-ü bölürük 20 minə. 20 minə böldükdə cavabım alınır 0,16. Və buradan da kök altı çıxardanda 0-ın rast gəlmə tezliyini tapıram ki, 0,4-ə bərabərdir. Və hər Weinberg qanuna görə A üstə gəlinsin B, üstə gəlinsin 0 bərabərdir 1-ə. Mən 0-ımı tapdım, 0,4-ü yerinə qoyuram, 1-mi də yazıram. A-nın yerinə yazacam 2x, B-nin də yerinə yazacam x. Və bu tənliyi həll elədikdə bizə 3x üstə gəlsin 0,4 bərabərdir 1-ə. Buradan da x-ımı tapsam edir 0,2. Və tapdım ki, x-ım 0,2-dirsə, deməli B-nin rast gəlmə tezliyi 0,2-dir. Yerinə yazıram burada. Və A-nın rast gəlmə tezliyi də ondan 2 dəfə çox olduğu üçün 2-yə vururam. Rast gəlmə tezliyim 0,4-dür. 0-ın da rast gəlmə tezliyini tapmışdım, 0,4. Və buradan tapdıqlarımdan istifadə edərək bu hissədə yazdıqlarımı yerinə qoyuram. Deməli, burada mənə nə verilmişdir? 2 dənə A antigenini daşıyan, deməli, ikinci qan qrupu olan AA, neynirəm? A verilmişdir 0,4-ü. Vururam 0,4-ə edir 0,16. Sonra 2 dənə A0, ikinci qan qrupumdur. Yenə 2-ni vururam. A-nı tapmışdım 0,4. 0-ın da rast gəlmə tezliyini tapmışdım 0,14. Eləyir bu 0,32. Sonra və dördüncü qan qrupu 2AB şəklində də yazıram. 2-ni vururam A-yı 0,14. B-ni də 0,2. Cavabım edir 0,16. Və bu 3 dənəni toplayanda bizə cavab verir 0,64 rast gəlmə tezliyi. Faizə çevirdəndə isə 64%. İndi məndə burada insanların deməli sayını soruşur. Sayını soruşduğuna görə nə edirəm? Deməli 64%-imi tapdım. 64%-ə x yazıram. 100%-imi isə 20.000 götürürəm. Və buradan hesabımızı aparsaq, x bərabərdir 64 vurulsun 20.000 bölünsün 100-ə, cavabım alınır 12.800. Doğru variantımız A variantı. Test tapşırığım ABC Akademiyanın sınaq 1-ci, sınaq 1-dən 10-cu test tapşırığı idi.